Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə işarə əvəzlikləri haqqında qısa məlumat vermək istəyirəm. İşarə əvəzlikləri işarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. İşarə əvəzliklərimiz o, bu, elə, belə, həmin əvəzlikləridir. Necə, nə cür, hansı suallarla birinə cavab verir. İşarə əvəzlikləri quruluşca yalnız sadə olur. İşarə əvəzlikləri içərisində o əvəzlik var ki, şəxs əvəzliyindən anonimdir. Yəni əvəzliyin öz daxilində şəxs əvəzliyindən anonimdir. Bəs bunu biz necə fərqləndirək? Əgər o əvəzlik ismin yerində işlənərsə, yəni kim nə sualına cavab verərsə, şəxs əvəzliyi hesab edilir. Əgər hansı sualına, yəni sifətin sualına cavab verərsə də işarə əvəzliyi hesab ediləcəkdir. Mən bugün daha çox o, bu əvəzliyindən sonra vergülün işlənməsi qaydasına toxunmaq istəyirəm. O, bu əvəzliyindən sonra, yəni o, bu əvəzliyi ismin yerində işlənərsə, kim nə sualına cavab verərsə, bu zaman ondan sonra hansı nitq hissələri gəlsə vergül qoyulacaq, gəlin ona baxaq. Deməli, isim, sifət, say, fe'li sifət, zərf, modal sözlər, nida, xitab gələrsə vergül qoyulacaqdır. Baxın, qaydanı bir də təkrar edirəm. O, bu əvəzliyindən sonra, yəni ismin yerində işlənərsə, kim nə sualına cavab verərsə, özündən sonra sadaladığım nitq hissələri gələrsə, vergül qoyulacaqdır. Bunlar içərisində elə bil ki, sanki, güya modal sözləri var ki, onlardan sonra vergül qoyulmur. O, bu əvəzlik ismin yerində işlənib, kim nə suallarla birinə cavab verdikdə, özündən sonra əvəzlik, fe'li sifət istisna olaraq köməkçi nitq hissələri modal sözlə nida istisna təşkil edir. Bundan sonra vergül qoyulmayacaqdır. O, bu əvəzlikləri təyin olarsa, sifətin yerində işlənib, təyin olarsa, özündən sonra hansı nitq hissəsi gəlirsə gəlsin, vergül qoyulmayacaqdır. Bu qaydanı da yadınızda saxlayın. O, bu əvəzliyi həmcins üzvlər sırasında gələrsə, yəni həmcins olarsa, sadalanan zaman özündən sonra vergül qoyulur. Mən, sən, biz birlikdə uğur qazanacağıq. Bu zaman vergül qoyulur, amma sadalandığı üçün vergül qoyulur. Mən, sən, biz birlikdə uğur qazanacağıq. Və bir də nə zaman qoyulur? Əlavəli işlənəndə. Misal üçün deyək ki, o sənin dostun bugün gəlməyib. O, yəni sənin dostun bugün gəlməyib. Burada işlənən vergül yənin vergülüdür, yəni əlavənin vergülüdür. Bunu da yadınızda saxlayın. Yəni bunun haqqında o qədər belə deyim, qarışdırılacaq bir məqam deyil. Yəni bundan sonra vergülün işlədilməsi. Sadəcə başa düşün ki, hansılardan sonra, yəni nə zaman vergül işlənə bilər, nə zaman vergül işlənilməz. Və bu əvəzliklər içərisində deməli işarə əvəzliklərinin içində sadəcə mən onun adını çəkdim, amma elə əvəzliyimizdə deməli ədadla anonimdir. Elə sən deyəndə tutam ki, bu şəkildə olsa ədad olur cümlədə və deyirəm ki, elə dost, necə dost? Elə dost çətin tapılar. Bu zaman isə cümlədə əvəzlik rolunda çıxış etmiş olar.